Salam dostlar, Səs Fikirlər podkastımızın ikinci bölümünə xoş gəlmisiniz. Ümumən bu ikinci bölüm məni artıq o qədər üstümdə bir yük kimi hiss elətdirir. Çünki hal-hazırda editlənmiş və paylaşılmağa hazır olan bir bölüm var. Paylaşıb sildiyim bir bölüm var. İkinci bölüm üçün kaydı elədiyim bir 5-6 dənə səs kaydı var. Nə bilim, paylaşıb kaydı eləyib sildiyim səs kayıtlarını demirəm belə. Nəysə ki, bu artıq ikinci bölümü paylaşıb bir rahatlamaq istəyirəm. Bugün hər hansı bir spesifik bir mövzumuz yoxdur. Sadəcə söhbət eləmək istəyirəm genel olaraq həyatdan, həyatla bağlı. Həyat son günlərdə məni çox yorur. Hətta yorub artıq. Mən artıq bu həyatda var olmaq istəmirəm. Toz olub uçmaq istəyirəm bu həyatdan. Yəni kimsə məni belə tutsun, dartsın, çəksin, çıxartsın həyatdan. Yəni yox olmaq istəyirəm həyatdan. Hər nəysə ki, iyul ayı həyatıma girəndən bəri özümü çox hüzurlu və aşırı dərəcədə sakinləşmiş hiss edirdim. Yəni heç olmadığım qədər sakin idim bu həyatda. Düzdür, arada sırada coşurdum 1-2 dəfə, amma bu bir ay içərisində 1-2 dəfə coşmaq mənim üçün çox şey idi. Yəni həddindən artıq çox yaxşı bir şeydir. Çünki mən hər gün coşan bir insanam. Hər şey çox emosional və duyğusal yanaşıram deyənə, yəni daha çox hisslərimlə hərəkət edən bir insanam və bu dəhşət bərbad bir şeydir. Yəni ağlınız varsa duyğularınızla hərəkət eləməyin. Mən indi deyəsiniz ki, məntiqi ilə hərəkət edirəm, amma mən məntiqi ilə hərəkət eləməyi bacaran bir insan deyiləm. Bunun üçün də əslində çalışmışam. Bir ara məntiqi ilə hərəkət eləməyə çalışırdım, amma yəni bir yerdən sonra gördüm ki, mənlik bir şey deyildi. Yəni mən məntiqi ilə hərəkət eləyəcək ən son insan falanam. Çünki əvvəl-axır o işin içinə mən hisslərimi falan qatırdım. Heç mən qatmasam belə o hisslərim o işin içinə girirdi, yəni məndən asılı olmayaraq və məntiqim bir yerdən sonra söhbətdən ayrılırdı. Yəni ona görə artıq mən fərqindəliyinə vardım ki, mən məntiqi ilə hərəkət edən bir insan ola bilmərəm. Amma keşke olsaydım, yəni keşke olsaydım. Məntiqi ilə hərəkət edən insanlara o qədər qibtə eləyirəm ki, yəni keşke mən də məntiqi ilə hərəkət edən bir insan olsaydım. Yəni sırf məntiqi ilə də hərəkət eləmək istəmirəm. Yəni 50% məntiq, 50% duyğularla hərəkət edən bir insan olsaydım, həyat çox daha gözəl bir yer ola bilərdi. Nəzər ki, bu iyul ayı ərzində aşırı dərəcədə sakinləşmiş və huzurlu hiss edirdim. Və indiyənəcən insanların mənə məsləhət gördükləri şeyləri bu ay elədim hamısını. Amma başarılı oldum mu? Yox, olmadım. Ona görə hər şeyin başını buraxdım və yəni həyat məni hara tullasa orada duracam da, yəni artıq mən heç nə üçün çabalayası deyiləm. Çünki yoruldum. Həyat məni yordu. Amma son zərrəsinə qədər yordu da, yəni artıq bir şey yoxdur da, yəni belə barmağımı tərpədəcək dərəcədə bir gücüm yoxdur artıq. Çünki belə həyat məni son zərrəsinə qədər belə sömürüb tükətdi. Mənə həmişə məsələn deyirdilər ki, sən çabalamırsan, ona görə çox tez motivasiyadan düşürsən falan filan. Amma ki çabaladım. Həqiqətən çabaladım. Yəni sözün əsl mənasında çabaladım və 6-7 ayda da çabalayıram. Hələ son 2 ayda həddindən artıq çabaladım. Yəni elə-belə yox. Həddindən artıq çabaladım, amma başarılı oldum mu? Yox, olmadım. Yenə eyni situasiyada tapdım özümü. Və heç yaxşı bir şey deyil bu. Yəni deyirlər ki, çabalamırsan falan, amma həqiqətən çabaladım. Məsələn, mən təcrübə proqramlarına başvururdum, təqaüd proqramlarına başvururdum və rədd cavabı alırdım. Və motivasiyadan düşmüşdüm. Yəni hər şeyin başını buraxmışdım. Mənə dedilər ki, yəni sən niyə sən çabalamırsan deyə belə olur, çox tez motivasiyadan düşürsən falan, amma motivasiyadan düşmədim. 6-7 ay ərzində də çabaladım. Hər yerə başvurdum dəfələrlə, təkrar başvurdum, amma 6-7 ayın sonunda çox az bir şey əldə elədim. Yəni belə cəmaata heç çabalamadıqları halda, hər şey belə qızıl tepsidə sunulduğu halda, mən 6-7 ay çabama rəğmən mənə belə çörək qırıntısı tulladılar və ona belə şükür eləyirəm, ona belə şükürlüyəm, yəni naşükürlük eləmirəm əsla. Ona belə həddindən artıq sevinmişdim, amma bilirsiniz necə, o boyda çabanın sonunda o olanda sevindim, amma
baxıram başqasına ki, o heç nə eləmədən hər şey əldə edir və özümü o qədər haqsızlığa uğramış hiss edirəm ki də və belə deyirəm ki, yəni niyə də, yəni baxın ona sunulmasın demirəm. Ona sunulsun, hətta daha çox sunulsun. Yəni burada qısqanclıq, paxıllıq məqsədi ilə demirəm. Bunu sadəcə mənim sorğuladığım şey budur ki, yəni niyə ona sunulur da mənə sunulmur? Yəni niyə mən yox? Niyə ikimizə eyni anda deyil də, niyə mən yox? Yəni mənə birinin bu cavabı verməsinə o qədər ehtiyacım var ki, yəni o insanın da həyatında əslində məsələn bu dediyim qızıl tepsidə sunulur dediyim insanların həyatlarını azdan çoxdan bilirəm və onların yaşadıkları problemlər də olur. Düzdür, kimin həyatında onsuz problem olmur, hamının həyatında problem olur, amma məsələn mənim həyatımda yaşadığım problemlərlə onların yaşadıkları problemləri qarşılaşdıranda bir dağlar qədər arasında fərq var da. Yəni onların yaşadığı mənə çox adi gəlir. Düzdür, heç kimin dərdini küçümsəmirəm. Hə, hamının dərdi özünə yetər də. Yəni heç kimin dərdini küçümsəmək istəmirəm. Sadəcə yəni indi onlar onu haqq etdiklərini düşünürlər. Amma mən də elə düşünürəm ki, mən onlardan daha çox haqq edirəm. Mən niyə haqq etmədim o zaman? Yəni nə bilim. Biraz qəribədir həyat. Yəni niyə nə bilim, yaxşı şeylər olur həyatımda. Yaxşı şeylər də olur, amma həm bir şey yaxşı şey olursa mən onun bədəlini milyon dənə pis şeylə ödəmək məcburiyyətində qalıram. Məsələn, yəni yaxşı şey olur. Amma sonra mən onun hər zərrəsini ödəməli oluram. Ödəyirəm, yəni hər zərrəsinə qədər. Yəni bir dəfə xoşbəxt oluramsa, hər zərrəsini ödəyirəm və bu situasiyadan o qədər bezmişəm ki, yəni artıq xoşbəxtlik belə istəmirəm də. Yəni mən heç kim dəyib toxunmasın da. Yəni nə bilim, mən nə bilim ya, yəni mənə bu iyul ayı ərzində dedilər ki, bəs iyul ayı girməmişdən qabaq mən hər şeyi çox takırdım. Həddindən artıq çox takıram və çox emosional yanaşıram və aşırı dərəcədə tez əsəbləşən bir insanam və ən son o həddə gəldi çatdı ki, yəni əsəbim mənə tutub dedilər ki, sənin əsəbin yəni tək mənə də keçdim, ətrafımdakilərə zərər vurdu. Tək mənə də zərər vurmadı, ətrafımdakilərə də zərər vurdu. Və mənə dedilər ki, bəs sənin sağlamlığından gedirdi ki, həqiqətən də gedirdi. Bəs artıq hər şeyin başını burax, heç nəyi takma. Mən dedim, tamam, bundan sonra takmayacağam da, heç nəyi takmayacağam və mənə əsəb verən şeyləri özümdən uzaqlaşdırdım və başarılı oldum mu? Hə, oldum. Özümə prinsiplər qoydum və o prinsiplərə də əməl elədim. Və bir huzura qovuşdum mu? Azdan çoxdan qovuşdum. Amma sonra bu takmadığım problemlər mənə doğru yanaşmağa başladı. Yəni mən takmadıqca onlar mənə yanaşmağa başladı və yəni nə edəcəyimi bilmirəm də, başa düşdünüz? Yəni neyniyim tam olaraq anlamıram. Yəni deyirlər takmıram, onda da problemlər mənə yanaşmağa başlayır. Yəni nə edəcəyimi bilmirəm də, başa düşürsünüz. Sonra mənə dedilər ki, sən hər şeyə negativ yanaşırsan, ona görə sənin həyatında negativ şeylər baş verir. Amma biz sizin necə, mən əvvəllər hardasa 2020-yə qədər hər şey o qədər pozitiv yanaşırdım ki və o qədər xoşbəxt idim ki, yəni həmin vaxt həyatımda həddindən artıq pis şeylər baş verirdi. Amma o qədər xoşbəxt idim ki, dünya aləm vecimə deyildi də. Yəni mənim yanımda dünya aləm dağılsın, mənim vecimə olmurdu. Otağıma girib tək tənha o qədər xoşbəxt idim ki, yəni belə dostlarım falan da var idi, amma belə yaxın olduğum heç kim yox idi. Amma özümü o qədər xoşbəxt hiss edirdim ki, ondan sonra da karantin falan girdi, vapşı da, yəni artıq 2021-ə qədər dəhşət, huzurlu, xoşbəxt bir insan idim. Sonra bəzi hadisələr yaşandı və mən dəyişdim, hər şeyə neqativ yanaşmağa başladım və özümü belə qoruduğumu düşünürdüm. Yəni belə izah edeyim də, məsələn, hər hansı bir hadisə baş verəcəksə, mən onu direkt neqativ tərəfinə odaqlanırdım. Həmin hadisə yaxşı nəticələnsə, xoşbəxt olurdum. Amma pis nəticələnsə də, onsuz mən neqativ tərəfini düşündüyüm üçün, özümü əvvəlcədən hazırladığım üçün özümü bir növ qoruma altına aldığımı düşünürdüm. Sonra mənə dedilər ki, bəs sən hər şeyi çox neqativ düşünürsən, ona görə sənin həyatında neqativ şeylər baş verir. Bəs hər şey pozitiv yanaşmağa başladı və
iyul ayından etibarən hər şey o qədər pozitiv yanaşmağa başladım ki, amma həddindən artıq. Zaten hüzurluydum deyənə istər-istəməz hər şeyi pozitiv yanaşırdım. Yəni ətrafımda dünya aləm dağılırdı, mənim dünya aləm vecimə döyüldü. Yəni hər şey o qədər pozitiv yanaşırdım. Heç olmadığım qədər pozitiv idim də. Və bir yerdən sonra məsələn pozitiv yanaşdıqca heç nə həll olmadı. Məsələn işdən çıxdım, dedim ki, işdir də, başqa işdən qəbul alaram falan filan, amma qəbul almadım. Mən normal ofis işi istəyirdim. Ofis işləri də elədir ki, məsələn məzun olmuş, daha təcrübəli insanlar istəyirlər və məndən soruşurlar ki, bəs sən dərs başlayanda nə edəsən? Mən deyirəm ki, bəs səhər smeniyəm, çıxıb gəlib işləyə bilərəm falan, amma onlar ondan qane olmurlar da, təbii ki, full time istəyirlər. Ona görə ofis işlərindən qəbul almadım. Nəysə, sonra McDonald's KFC-də işləmək istəmirdim əslində. Yəni orada işləyənləri belə eləmirəm. Yəni necə deyim, normalda ofis işi istəyirdim, ixtisasımla bağlı təcrübə toplamaq üçün də istəyirdim ki, mənə qatan bir iş olsun da. Sonra gördüm onun işlərindən qəbul almıram. Dedim cəhənnəmdən McDonald's KFC-yə CV göndərəm, amma oradan belə cavab almadım və yenə pozitiv yanaşdım. Yenə başqa yerlərə CV göndərdim, amma yenə də heç birindən cavab almadım, geri dönüş almadım və bir yerdən sonra dan elədi ki, yəni pozitiv olmağın heç bir şeyə xeyri yoxdur. Yəni sən istədiyin qədər pozitiv düşün, heç nə olmur. Yəni olmayan da olmur da, başa düşdü. Siz istədiyiniz qədər sizi deməyim. Mən istədiyim qədər pozitiv yanaşım, heç nə olmadı. Hər hansı bir problemə, hər hansı bir yəni tək iş mövzusunda da yox, hər hansı bir problem olur olsun, pozitiv yanaşsam da heç bir xeyri olmadı. Yəni bəzən bir şeylər tək sizdən asılı olan şeylər olmur da. Və yəni pozitiv olmaq da artıq gördüm ki, bir işə yaramır. Ona görə pozitiv olmanı da başımı buraxdım. Artıq neytralam. Yəni nə pozitivim, nə negativim, neytralam hər şey artıq. Yəni yaxşı da deyiləm. Həm yaxşıyam, amma yaxşı, həm də yaxşı deyiləm. Yəni belə qəribə bir situasiya içindəyəm hal-hazırda. Nəysə, və bir də bu həyatda ən nifrət elədiyim şey nəyəsə məcbur olmaqdır. Yəni siz necə bir şeyi məcbur olaraq qəbullanmaq qədər nifrət elədiyim ikinci bir şey yoxdur da. Yəni siz başqa ehtimallar da var da, başqa milyon nə ehtimal var, amma İmeni gəlir məni incidəcək bir ehtimal yaşanır. Yəni səbəb nədir də? Yəni başqa bir ehtimal da ola bilərdi, başqa bir cür də ola bilərdi. Mənim xoşbəxt olacağım yöndən də davam eləyə bilərdi hər şey, amma İmeni hər şey gəlir bu necə deyim? Mənə zərər verə biləcək ehtimal yaşanır və mən onu məcburi şəkildə qəbullanmalı oluram, çünki başqa bir seçənəyim yoxdur. Yəni bəzi düzdür, qəbul eləməmək üçün də çabalayıram, başqa ehtimallar üçün də çabalayıram, amma olmayanda olmur da, başa düşdünüz, olmayanda olmur və başım buraxmaq lazımdır hər şeyin. Bir yerdən sonra fərqinə vardım ki, yəni başım buraxmaq lazımdır həqiqətən də. Yəni çabalasam da olmur, pozitiv düşünsəm də olmur, başım buraxsam da olmur, takmasam da olmur, yəni neynəsəm olmur. Hər şey ən sonunda mənim əlimdə qalır və nə bilim, yəni hər şeyi yaxşı şəkildə eləməyə çalışıram. Nə bilim, yaxşılıqlar eləməyə çalışıram, savab işləməyə çalışıram. Nə bilim, namaz qılıram, Allahdan istəyirəm. Amma ki, bunları nəsə gözləyərək də eləmirəm də. Yəni sadəcə içimdən gəldiyi üçün eləyirəm. Yəni sırf mənim başıma yaxşı bir şey gəlsin deyə də eləmirəm. Amma ki, yenə də olmur. Yəni artıq nə edəcəyimi bilmirəm də. Yəni o qədər yoruldum ki həyatdan. Həyat məni o qədər yordu ki, hər zərrəsinə qədər də. Yəni o qədər yordu ki məni. Yəni təcrübə olmaq istəyirəm həyatdan dəhşətli dərəcədə. Yəni var olmaq istəmirəm bu həyatda. Yəni mən bu insanların həyata niyə gəldiyini də mən qəti surətdə anlamıram. Yəni tək məncə mən belə düşünmürəm. Yəni onsuz hamının həyatında çətinliklər olur. Yəni məndən daha çətin şeylər yaşamış insanlar da var. Yəni əgər çətin şeylər yaşayacağıqsa, bu həyata niyə gəlirik ki? Yəni bu həyatda bizim missiyamız nədir tam olaraq? Bu dünyada niyə varıq biz? Yəni nə səbəbə gəlirik bu dünyaya? Bu dünyaya zərərdən başqa heç nə vermirik məncə. Zaten nə bilim,
insanlar məsələn nə üçün çabalayırlar hal-hazırda öz həyatlarını daha asanlaşdırmaq üçün, amma o asanlaşdırdıqları həyat da özlərinin həyatıdır və özləri də bir yerdən sonra ölüb gedirlər. Yəni heç bir şeyin mənası qalmır da, başa düşdünüz? Hamı bir gün ölüb gedəcək. Yəni nə mənası var? İnsanlar bu boyda çabalayır. Bu həyata ümumən biz niyə gəlirik? Bu həyata biz nə üçün gəlirik? Bu dünyaya başqa yəni zərər verdik ancaq. Başqa planetlərdə niyə yaşam yoxdur? Niyə ancaq dünyada biz birdən var olduq və evrimləşdik və bu boyda insan topluluğu yarandı. Məsələn, başqa planetlərdə niyə yaranmadı? İmeni dünyada yarandı. Yəni dünya da başqa planetlər kimi yəni varlığını sürdürə bilərdi. Yəni nə gərək var idi bizim var olmamıza tam olaraq? Yəni çox gərəksiz gəlir mənə bu dəqiqə həyat, dünya. Yəni çox mənasız və dəxilsiz gəlir. Yəni həyatın mənasını tuta bilmirəm. Yəni tutan insanları da, məsələn, həyata mənalı baxan insanları da anlayıram, amma siz necə? O məna da bir gün onsuz yoxa çıxacaq da, yəni ölüb gedəcəklər və o məna da yoxa çıxacaq. Yəni yenə bir məna qalmır ortalıqda, başa düşdünüz? Yəni hər şey mənasız gəlir bu dəqiqə mənə. Yəni məntiqlə baxanda əslində hər şey mənasızdır. Yəni gerek yox imiş da, yəni bu dünyaya gəlməyimizə heç bir şəkildə. Mən hal-hazırda toz olmaq istəyirəm. Mən bu 1984 kitabında şey var, insanlar buxar olub yoxa çıxırdılar, buxarlanırdılar. Hal-hazırda həyatdan buxarlanmaq istəyirəm. Baxın, ölmək demirəm. Ölmək istəmirəm, sadəcə buxarlanmaq istəyirəm. Yəni kimsə məni tutsun, darsın, aparsın bu həyatdan. Yəni heç olmamış kimi, heç var olmamışamış kimi bir həyat olsun. Yəni inanın bu qədər sıxıntı ilə, problemlə yaşamaqdansa heç var olmamağı tərcih edərdim. Yəni nəyə görə varam da, yəni bu həyata heç bir qatqım yoxdur. Heç bir insana da heç bir qatqım yoxdur. Yəni heç bir insanın həyatında deyim belə dərin bir iz buraxmışam, məncə yox. Yəni olmasam da olarmış da. Yəni nə gərək var imiş bu həyatda bu qədər çabalamağıma, bu həyatda bu qədər nələrsə yaşamağıma, yəni heç gərək yox imiş. Nəsə ki belə həyat çox yorucudur. Həddindən artıq yorucudur və artıq həyat çox qəddardır və mən artıq nəsə üçün çabalamayacağam. Oturduğum yerdən nələrinsə mənə gəlib tapmasını gözləyəcəm. Çünki artıq nələrsə üçün çabalamaqdan o qədər yoruldum ki, yəni çabalasam da olmur onsuz və günün sonunda mən yorğun düşürəm sadəcə. Yəni o yorğunluqla baş-başa qalıram və heç çabalamadan başqa insanları görəndə də özümü dəhşət dərəcədə hiss edirəm. Belə haqsızlığa uğramış. Yəni ona görə nəsə üçün çabalamayacağam. Oturacağam neytral, heç bir şey pozitiv də baxmayacağam, negativ də baxmayacağam, takmayacağam da. Yəni belə vecsiz biri olacağam. Vecsiz biri olmaq yolunda irəliləyəcəm bundan sonra. Çünki inanın vecsiz olmaq daha gözəldir. Yəni bu boyda hər şey duygusal yanaşıb əziyyət çəkməkdənsə vecsiz olmaq daha ideal bir fikirdir hal-hazırda mənim üçün. Nəsə ki belə, həyat çox qəddardır, dəhşət dərəcədə. Özünüzə yaxşı baxın. Əgər bura qədər qulaq asmısınızsa çox sağ olun. Özünüzə yaxşı baxın. Çox sağ olun dinlədiyiniz üçün. Sağ olun.